1914-cü ildə bir Alman gənc xanım Monako şəhzadəsi 1. Albertin bütün zinət əşyalarını oğurlayır və İtaliyaya qaçır. Şahzadə 24 ölkədən ən yaxşı 188 nəfər polis və hüquqşünas dəvət edir. Beləliklə, ilk dəfə cinayət polisinin beynəlxalq konqresi baş tutur. Cinayətlər haqqında vahid məlumat bankının yaradılmasına qərar verilir. Lakin Birinci Dünya müharibəsi işə mane olur. 1923-cü il sentyabrın 7-sində Viyanada 19 ölkədən 130 nümayəndənin iştirakı ilə 2-ci beynəlxalq konqresdə cinayət polisinin beynəlxalq komissiyası yaradılır. (1938-ci ildə Hitler Avstriyanı faşist Almaniyasına birləşdirir və təşkilatın mənzil qərargahını Berlinə köçürür. İkinci Dünya müharibəsi təşkilatın fəaliyyətini iflic edir. Interpolun rəhbərliyinə faşist generallar gətirilir. 1946-cı ildə təşkilat Parisə köçürüldükdən sonra fəaliyyəti tam bərpa edilir. Avstraliya istisna olmaqla bütün qitələrdən 19 ölkə təşkilata qoşulur. Rəsmi International Criminal Police Review adlı jurnalın çapı başlayır. 1950-ci ildə Çexoslovakiya Interpola müraciət edərək sərnişin dolu 3 təyyarənin terrorçular tərəfindən Qərbi Berlindəki Amerika Birləşmiş Ştatları hərbi bazasına qaçırıldığını deyir. Təşkilat dərhal hərəkətə keçir, üzv ölkələr də qoşulur. Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosu Interpolun bu axtarışına qarşı çıxaraq pilotların kommunist rejimindən qaçdığını bildirir. Amma Interpol 2 nəfəri saxlayır, Amerika Birləşmiş Ştatları isə etiraz olaraq Interpolu tərk edir. 1955-ci ildə Interpol artıq 55 ölkənin ərazisində fəaliyyət göstərirdi. Bir il sonra isə təşkilatın hazırki nizamnaməsi qəbul edilir və Beynəlxalq Cinayət Polisi İdarəsi, yəni Interpol adlandırılır. 1982-ci ildə BMT-də dövlətlərarası beynəlxalq təşkilat statusu alıb. 7 il sonra qərargah Lyon şəhərinə köçürülüb. Interpol əməkdaşları şübhəli şəxslərin həbsi ilə məşğul olmur. Bunun üçün üzv ölkələrin öz məhkəmə qərarları və polisi var. Interpol şəxsiyyətə və cəmiyyətə qarşı cinayətlər, mütəşəkkil cinayət və terrorçuluq, qanunsuz silah dövriyyəsi, insan alveri, qiymətli kağızların saxtalaşdırılması və digər cinayətlərlə mübarizə aparır. Interpolun siyasi, hərbi, dini və ya irqi məsələlərə qarışması nizamnamə ilə qadağandır. 70-ci illərdə təşkilatın prezidenti Paul Dikopfun faşistlərlə bağlı keçmişi haqqında mətbuatda məlumat yayılır. Interpol rəhbərliyi faktlar qarşısında kadr səhvini etiraf edir. Interpol Cənubi Amerikada gizlənən 2 faşist, Lyonlu cəllad Klaus Barbie'nin və Josef Mengele'nin ekstradisiyalarına yardım etməməkdə, eyni zamanda buna mane olmaqda ittiham edilir. (80-ci illərdə isə Interpolun bəzi Latın Amerikası ölkələrindəki rəhbər və yüksək rütbəli zabitlərinin narkotacirlərlə əlbir olması faktları üzə çıxır. Bəzi dövlət başçıları narkotiklə uğurlu mübarizədə Interpolun fəxri diplomlarına layiq görülsələr də, bir müddət sonra onların narkoticarətdə əli olduğu üzə çıxır. Onlardan biri Panama lideri Manuel Noriega idi. Interpolun 4 rəsmi dili var: İngilis, fransız, ispan və ərəb. Interpol terrorizmlə mübarizəyə 1985-ci ildə qoşulub və üzv ölkələrin illik köçürmələri hesabına maliyyələşir. Kasıb ölkələr təşkilata üzvlük haqqı köçürə bilmədikləri üçün bir çox imtiyaz və üstünlükdən məhrumdurlar.
Bu da təşkilatın işinə öz təsirini göstərir. Amerika Birləşmiş Ştatları təşkilata köçürdüyü üzvlük haqqının miqdarına görə təsir göstərmək imkanına malikdir. Dünyada tanınan cinayətkarların dosyası Lyonda saxlanılır və sorğuya əsasən istənilən ölkəyə göndərilir. 1998-ci ildə Avropa Birliyi ayrı bir təşkilat, Avropol yaradıb. Hazırda həmin təşkilat Interpolla əməkdaşlıq edir. Interpol cinayətkar qruplaşma Çəhrayı Panteranın üzvlərini də həbs edib. Dəstə zinət əşyalarının oğurluğu ilə məşğul olub, lakin təşkilatçı hələ də axtarışdadır. 2007-ci ildə Interpol Kanadalı ingilis dili müəllimi 12 oğlan uşağına qarşı təcavüzdə ittiham edilən pedofil Paul Neal'i həbs edir. 2018-ci ildə Interpolun prezidenti Çin vətəndaşı Men Hunvey yoxa çıxır. Interpol onun itkin düşməsini araşdırmaq hüququna malik olmadığını bildirir. Bir müddət sonra Men Hunvey Interpoldan istefa verdiyi haqqında məktub göndərir. 2020-ci ildə isə Çində korrupsiya ittihamı ilə 13,5 il müddətinə həbs edilir. Hazırda 190 ölkədən artıq üzvü olan Interpol BMT-dən sonra üzv sayına görə ikinci dövlətlərarası beynəlxalq təşkilatdır. SSR Interpola çox gec 1990-cı il sentyabrın 27-sində, müstəqil Azərbaycan isə 1992-ci ildə üzv olub və təşkilatın ölkəmizdə Milli Mərkəzi Bürosu fəaliyyətə başlayıb. Bugün bir-biri ilə diplomatik əlaqələri olmayan ölkələr Interpol çərçivəsində əməkdaşlıq edir.